Natiq bəy, xoş gəlmişsiniz, xoş gördük. Natiq bəy, parlament seçkiləri dövründə də biz Tbilisi küçələrini dolub daşan görürdük, amma bir gün ərzində düzdür, anonsu verilmişdi, hakimiyyət, yəni hazırki hökumət də iqtidar da müdaxilə etməyəcəyini demişdi, amma yenidən prezident sarayına edilən hücumlar Gürcüstan vətəndaşlarının hələ də o kininin, o yanaşmasının davam etdiyinin şahidi olur. Prezident sarayına basqın kifayət qədər önəmli bir hadisədir. Sizcə nə olacaq gedişatda? Yəni, bələdiyyə seçkiləri niyə bugün Gürcüstan üçün ölüm dilim savaşıdır? Əslində, vətəndaşların da, baxır hansı vətəndaşlar üçün bu önəmlidir. Önəmli sayan vətəndaşlar bugün seçkiyə də getdilər, səsini də verdilər və öz səslərini müdafiə etmək üçün də hansısa bir formada, aksiyalarda gələcəkdə iştirak etməyə məncə hazırdılar. Bugün nümayişə çıxan etirazçılar seçkiyə getməyən müxalifətin etirazçılarıdır. Yəni, orada da problem ondan ibarətdir ki, müxalifətin bir qismi bələdiyyə seçkilərini boykot etdi. Çünki açığın deyim ki, son sorğularda müxalifətin reytinginin çox da ciddi olmadığına çıxmışdı. Əsasən də böyük şəhərlərdə, Kutaisidə, Batumidə, əsas da Tbilisidə onlar rəqabət apara bilməyəcəklərinə görə müxalifətin böyük bir hissəsi, 4də 3-ü belə deyim, seçkiləri boykot elədi. Bəzi bir neçə partiyanın çıxmaq şərti ilə. Onlar boykot etdilər və seçkiyə getmədilər. İndi nəyə etiraz edirlər? Bax, əsas məsələ də budur. Etirazda onda müxalifət deyil, belə başa düşdükdə, yəni sadəcə olaraq yenidən son şans kimi görən vətəndaşlar da Avropa yəni burada istiqamətini yenidən seçmək köhnə şüarlarla, yəni Gürcüstan Avropa Birliyindən kənarda qaldı, biz kənarda qalırıq şüarları ilə insanları belə deyək, küçəyə çıxardıb etiraza cəlb etməyə çalışan qüvvələr var ki, bunların da məqsədini anlamaq olmur. Bu New Bolşevizm yanaşmasını anlamaq olmur. Tutalım, prezident sarayını bir 20 nəfər girdi, içəridə oturdu. Sonra nə olacaq? Hakimiyyəti devirməyə əsas hədəf götürürlər. Hakimiyyət devrilmir axı. Klassikada dünyanın hər yerində belədir ki, elita parçalanmadan, hüquq mühafizə orqanları, ordunun bir qismi, etirazçıların tərəfinə keçmədən dünyanın heç yerində bu tipli küçədən hakimiyyətə gəlmək mümkün deyil. Hətta Saakashvilinin özü belə, indi onun partiyası əsas etirazçı partiyalardan biridir. Saakashvilinin hakimiyyətə gəlməsi hakimiyyətin içindən oldu, kənarından və küçədən yox. Çünki o mer idi, ədliyyə naziri idi, Tbilisi meri idi, elitanın içində parçalanma oldu, sonra seçkilər nəticəsində ciddi səs qazandı. Düzdür, tam qalib gəlməmişdilər, amma nəticə etibarilə küçədə öz səslərini qoruyaraq parlamentə daxil oldular və bununla da Qızılgül inqilabı baş tutdu. Eyni senarini biz burada görmürük axı. Burada seçkilərdə iştirak etməyən, seçki institutunu gözdən salan bir dəstə hansısa bir formada küçədən hakimiyyətə gəlmək istəyir. Bax, bu doğru deyil. Gürcüstanda pis yaxşı demokratik institutlar var. Seçki institutu var. Biz parlament seçkilərini siz xatırlatdınız. Parlament seçkilərində müxalifət az yer qazanmamışdı axı. Parlamentin 1/3-dən çoxunu qazanmışdı. Amma boykot elədilər. Parlamentə getmədilər. Axı, parlamentə gedib orada qanun layihələri hazırlamaqla, vətəndaşların belə deyək də, gözləntilərinə cavab verməklə, çox yaxşı təkliflər verib, iqtidarın onu geri çevirməsinə nail olmaqla iqtidarı ilə gözdən sala bilərlər, hökuməti gözdən sala bilərlər və parlament daxilində apardıqları mübarizə nəticəsində əhalini konsolidasiya edə bilərlər. Yəni, çox bəsit şüarlarla əslində müxalifət danışır ki, güya Gürcüstan hökuməti ruspərəstdir, biz Avropaya gedirdik, qarşımızı kəsdilər. Halbuki, elə baş nazir, Gürcüstanın baş naziri bu yaxınlarda Danimarkada da, başqa toplantılarda da iştirak edərkən söylədi ki, Gürcüstan 2030-cu ilə qədər Avropa Birliyinə üzv olmaq istəyir və bu yolda irəliləyir. Yəni, bu argument də əldən çıxdı. Mənə elə gəlir ki, əhalinin böyük bir qisminin bu vəziyyətdən yorulduğunu müxalifət görür. Və çox güman ki, bu etiraz aksiyaları heç parlament seçkilərindən sonraki kimi çox davamlı şəkildə olmayacaq. Bunun səbəblərindən biri də, bilirsiniz, İnsanların dünyanın hər yerində, bütün ölkələrdə insanların çox az bir qismi geosiyasi düşüncəyə malikdir. Yəni, öz ölkəsi haqqında geosiyasi çərçivədən düşünür. Böyük əksəriyyət iqtisadi məsələlərə, sosial məsələlərə önəm verir. Gürcüstanın da kifayət qədər uğurları var. Postsovet məkanında ümumdaxili məhsulu ən sürətlə inkişaf edən ölkələrdən biridir. Keçən il 9% olub, bu il 8,8% olub. Adam başına düşən ÜDM göstəricilərinə görə Cənubi Qafqazda birinci yerə çıxıb. Yəni, bütün bunlar Gürcüstan əhalisi də görür axı bunu. Və onlar iqtisadi münasibətlərə baxanda, özlərinin vəziyyətlərinin yaxşılaşdığını görəndə indiki hökumətə haqq qazandırırlar, indiki hökumətin arxasında dururlar. Və burada çox maraqlı digər bir məsələ də ondan ibarətdir ki, o dərin Gürcüstan, yəni o kəndlər, rayonlar, haradakı
böyük şəhərlərdən kənarda yaşayanlar, bu seçkilər də onu göstərdi. Mən gəlməmişdən qabaq da ilkin sorğuların nəticələrinə baxırdım. Gürcü arzusuna yenə də böyük ölçüdə səs verilir. 70% çox böyük ölçüdə səs verirlər. Niyə səs verirlər? Çünki böyük şəhərlərdə bəli, o liberal, demokratik müxalifət daha güclü olur. Həmişə, dünyanın hər yerində də belədir. Amma Gürcüstanın daxili rayonlarında Gürcü arzusunun proqramını demək olar ki, qəbul edən bir Gürcüstan əhalisi var. Bu da çox maraqlıdır da. Yəni etirazlara hamının haqqıdır. Yəni vətəndaşların konstitusiyon hüququdur. Əlbəttə etiraz da eləyə bilərlər, etirazlara çıxa da bilərlər, öz haqlarını qoruya da bilərlər. Amma bir reallıq da var axı. Reallıq da ondan ibarətdir ki, Gürcüstan əhalisinin böyük bir qismi günü bugün hələlik Gürcü arzusunun tərəfindədir. 3 ildən sonra, 5 ildən sonra ola bilər tamam başqa bir konfigurasiya yaransın. Amma günü bugün müxalifətin nümayəndələrinin seçkiyə getmədən boykot etməklə sonradan etiraza insanları səsləməsi açığı məntiqsizlik gəlir mənə. Maraqlıdır. Parlament seçkilərində müxalifət onsuz uduzdu. Vurğuladığınız kimi gəlib parlamentdə də təmsil olunmadılar. Böyük də yer qazanmışlar amma. Yəni gəlib təmsil olma, etiraz etdilər, yəni boykot etdilər. İndiki məqamda da yəni rəsmi açıqlamalara baxsaq, bələdiyyə seçkilərində də hakim partiya üstünlük təşkil edir. Yəni iri şəhərlərdə də hakim partiyanın üstünlük qazanması artıq müxalifətin yavaş-yavaş siyasət meydanından uzaqlaşması kimi oxumaq olar. Marginallaşır. Yəni Gürcüstan, yəni 5 il əvvəlki Gürcüstan, ən az 10 il əvvəlki Gürcüstandan tamamilə fərqlənmiş olur. Əlbəttə, çünki biz müxalif olmaq bir ölkədə alternativ proqramlar təklif eləməkdir. Alternativ yollar təklif eləməkdir. İqtidarın apardığı siyasətdən daha yaxşı siyasət, iqtisadi, sosial, xarici siyasət və bütün bu sahələrdə alternativləri ortalığa qoymaqdır. Gürcü müxalifətinin ən böyük problemi pərakəndəliklə yanaşı ciddi pərakəndəlik var. Bir-birlərini qəbul etməməkdə var. Məsələn, Saakashvilinin özünü belə, onun partiyasını belə əhalinin böyük bir qismi qəbul etmir deyə onlar koalisiyada gedirlər. Onların yeni təklifləri yoxdur. Yeganə şüarları biz Avropaya gedirik, iqtidar bizi Avropaya qoymur. Avropaya aparmır, Rusiyanın yanına aparır. Bax, bu şüar artıq işlək deyil. Çünki Gürcü əhalisini bir dəfə allatmaq olar, 2 dəfə allatmaq olar. Onlar axı görür ki, vəziyyət o deyil. Onlar görürlər ki, Gürcüstanın apardığı siyasət, Rusiya ilə normal münasibətlər saxlayaraq pul qazanmaq siyasətidir. Bu başqa məsələ. Amma ona görə də müxalifətin o daxili potensialında yeni fikir, yeni təklif istehsal etmə qabiliyyəti azalıb. Mənə elə gəlir ki, indiki üzdə olan müxalif qüvvələrin böyük qismi marginallaşacaq, amma Gürcüstan toplumu çox dinamikdir. Gəncləri həddindən artıq politik düşüncəyə malikdirlər, çünki onlarda tamam fərqlidir situasiya. Ona görə də mən düşünürəm ki, bu seçkilərdən sonra yeni siyasi qüvvələrin meydana çıxması mümkün olacaq. Bu yeni siyasi qüvvələr artıq yeni alternativlər təklif eləyəcəklər. Mən çox araşdırdım, baxdım Gürcüstan müxalifətinin siyasi və iqtisadi proqramı haqqında ciddi bir məlumat yoxdur. Onların təkliflər bazası Avropa inteqrasiyasından başqa bir şey deyil. Amma Gürcü arzusu, məsələn, bu bələdiyyə seçkilərində bir neçə yeniliklər elədi. Bələdiyyə avtobuslarının pulsuz olacağı ilə bağlı vədlər verdi, məsələn, yəni şəhərlərdə. Bələdiyyələr iş yerləri yaradacaq, bələdiyyələrin səlahiyyətləri artırılacaq, belə vədlər verdilər və insanlar da gedib səs verir. Seçkidə iştirak etmək çox vacibdir və müxalifətin seçkidə iştirak etmədən sonradan nəticələrini tanımaması isə ümumiyyətlə siyasi məntiqə uyğun bir yanaşma deyil. Maraqlıdır. Kobaxidzenin açıqlamasında bir əsaslandırma var. Aşbadının 2 gün əvvəl qəbul etdiyi qətnamə, xüsusən də yəni, Demokratik Gürcüstan üçün dəstək bir qətnaməsi idi və əlaqələndirilir ki, əslində bu etirazların kökündə də qərbdən bir müdaxilə var. Bu var. Bunun da səbəbləri müxtəlifdir məncə. Bu haqda Gürcüstan hökuməti çox danışıb. İstəyir prezident, indiki prezident, İndi bundan baş nazir və nazirlər, Gürcüstan hökumətinin nümayəndələri söhbət ondan gedir ki, Avropanın bəzi dövlətləri Gürcüstanın başqa formada görmək istəyirlər. Hətta Ukrayna müharibəsinə müdaxilədə də daha ciddi rol almağını istəyənlər var idi. Qarşılıq Zelenski belə Gürcüstanı ittiham etmişdi yaxın tarixdə. Yəni, bu yaxınlarda Moldova seçkilərində də eyni şeyi biz gördük. Yəni, söhbət ondan gedir ki, Gürcüstan müxalifəti də bunu əldə bayraq edir, xaricdən gələn baskılar. Amma məsələnin lap kökünə gedəndə, dibinə gedəndə, necə deyərlər, hər şey başladı Gürcüstan arzusunun qurucusu və belə deyək, idarə edicisi olan İvanishvilinin aktivləri donduruldu.
18-ci ildə, 19-cu ilin əvvəllərində. Ondan sonra başladı bir problem. Sonra bu problem müəyyən qədər çözüldü. Bu yaxınlarda yenidən ortalığa çıxdı o məsələ. Yəni, faktiki olaraq Gürcüstan arzusu ilə Qərb ölkələrinin qarşıdurması şəxsi zəmində başladı və getdikcə daha da dərinləşməyə doğru getdi. Və Avropa Birliyinin bəzi ölkələrinin Gürcüstan cəmiyyətini anlamadan onlardan bəzi qanunların qəbul olunmasını tələb etməsi Gürcüstan cəmiyyətini də ciddi şəkildə xəyal qırıqlığına uğratdı. Gürcüstan həddindən artıq konservativ cəmiyyətdir. Baxmayaraq ki, demokratik institutları var, seçki institutu çox güclüdür, amma konservativ cəmiyyətdir. Dini dəyərlərinə, mənəvi dəyərlərinə həddindən artıq gənclər də, böyüklər də sahib çıxan bir cəmiyyətdir və kilsənin rolu həddindən artıq yüksəkdir Gürcüstanda, həm siyasətdə, həm ictimai həyatda. Orada Avropanın tələb elədiyi bəzi qanunların qəbul olunması cəmiyyət tərəfindən rədd edilirdi. Və o qanunların qəbul olunmaması, təkliflərin geri çəkilməsi Avropa ilə Gürcüstan arasında münasibətlərin gərginləşməsi ilə nəticələndi ki, burada da sözün düzü Gürcüstan hökuməti daha məntiqli görünür. Çünki Gürcüstan müstəqil dövlətdirsə, hansı qanunu qəbul edib etməməsi onun öz prioriteti olmalıdır. Onun öz gözləntiləri, əhali qarşısında verdiyi sözlərə cavab verməlidir onun qəbul etdiyi qanunlar. Avropa Birliyi bəzi ölkələri, onun da tamamına aid deyil. Məsələn, Macarıstanla çox yaxşı münasibətlər var. Slovakiya ilə çox yaxşı münasibətlər var. Skandinav ölkələrinin bəziləri ilə Gürcüstanın kifayət qədər dərin əlaqələri var. Almaniya ilə münasibətlər o qədərdir. Məsələn, Fransa kimi deyil. Daha yaxşı münasibətləri var. Amma orada bəzi qruplarda Gürcüstan arzusunun Avropa standartlarına uyğun gəlmədiyini bəhanə edərək onlara qarşı çox ciddi, belə deyək də, haqsızlıqlar da etdilər, açığı. Çünki Gürcüstan hökumətini nədə istəsəniz günahlandıra bilərsiniz, amma o diktatura deyil, avtoritarizm deyil, demokratik institutlar var, media var, demokratik seçkilər var, vətəndaş cəmiyyəti var, 26 minə yaxın QHT fəaliyyət göstərir. Bütün bunları nəzərə alaraq Gürcüstan hökumətinə qarşı Avropa Birliyi bəzi ölkələrinin atdığı addımlar haqsızlıqdır. Bu da Gürcüstan cəmiyyətində buna haqlı bir etiraz doğurur. Yeganə bəyəndikləri və bunun, belə deyək də, vətəndaşlara təsir edə biləcəkləri bir nöqtə ondan ibarət idi ki, vizasız gediş-gəlişlə bağlı bir baskı qurmağa çalışdılar Avropa ölkələri ki, bir qorxu mühiti yaratdılar ki, bu indiki hakimiyyət qalsa vizasız gediş-gəlişdən məhrum ola bilər Gürcüstan, amma sonradan səhv etdiklərini də anladılar. Yaxşı ki, bu qərar qəbul olunmadı, ancaq diplomatik pasportu olan Gürcüstan məmurlarına tətbiq olundu. Onlar çox qəribə bir situasiya yaranıb, adi vətəndaş vizasız gedə bilir, amma məmurlar vizasız gedə bilmirlər. Yəni, əslində bu qarşıdurmada, Qərb Gürcüstan qarşıdurmasında Gürcüstan hökumətinin gətirdiyi argumentlər daha ağlabatandır. Daha məntiqlidir. Demirəm, tam haqlıdırlar, yox. Amma gətirdikləri argumentlər daha ağlabatandır. Yəni, siz eyni cinsli insanlarla bağlı qanun layihəsi təklif edirsiniz, Gürcüstan parlamenti bunu geri götürür, geri çağırır, qəbul etmir. Çünki kilsə və cəmiyyət buna qarşıdır. Buna görə Gürcüstana sanksiya qoymaq doğru deyil axı. Bu müstəqil dövlətdir. İstədiyi qanunu qəbul edə bilər, istədiyini qəbul edə bilməz. Problem də ondan ibarətdir ki, Gürcüstan hətta bütün bu qanunları qəbul etsə belə, bəyəm sabah Gürcüstan Avropa Birliyinə üzvmü qəbul edəcəklər? Məsələ burasındadır ki, hazırki proses əslində Gürcüstan istəsə belə onun ittifaqı üzvlüyü prosesini bir qədər çətinləşdirmiş olur. Yəni, hədəf 2030-da, amma 2030-a qədər qəbul olacaqmı? Mən düşünmürəm heç 2030-a qədər Avropa Birliyi hazır olsun Gürcüstanı qəbul etməyə. Götürməyə, yəni ən azından bu rıçaqdan istifadə edin. Məndə olan məlumata əsasən canlı olaraq görüntüləri xaric edəcəyim. Bidzina İvanişvili artıq çıxış edir, eyni zamanda Kobaxidze və gələn məlumatlara əsasən artıq seçki məntəqələri bağlanıb. Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında vurğulanır ki, seçki prosesi də tam sakit şəraitdə həyata keçirilib. Təbii ki, açıqlamalar mediaya yansıdıqca da biz ekranlara gətirəcəyik. Yəni, qalibiyyət elan edəcəklər, ən azından üstünlüyü elan ediləcək. Əksində sorğular da bunu göstərir. Tək Gürcüstan hökumətinə yaxın televiziyalar və mətbuat yox. Məsələn, Amerika sorğu şirkəti, Avropanın sorğu şirkətləri seçkilərdən 10 gün, 15 gün qabaq, ən sonda 5 gün qabaq sorğular keçirmişlər. Yenə Gürcüstan arzusu öndə görünür. Seçici fəallığı 33,5%. Çox az olub, bəli. Bu dəfə çox az olub. Bu əslində rəqəm kifayət qədər azdır. Bələdiyyə seçkilərində həmişə belə olub. Bələdiyyə seçkilərinə maraq, parlament seçkilərinə nisbətən daha azdır. Bəzi ölkələrdə bu əksinədir. Amma Gürcüstanın bələdiyyə ənənəsi yeni-yeni yaranır da. Bir neçə ildir bələdiyyələrə səlahiyyətlər verilib və onlar böyük şəhər bələdiyyələri və mer seçkilərinə səhv eləmirəmsə 2009-dan bəri
böyük səlahiyyətlərlə bu seçkilər keçirilir. Yəni hələ insanlarda bələdiyyələrə olan münasibət biraz fərqlidir. Parlament seçkilərinə maraq təbii ki, daha böyükdür və parlament seçkilərində iştirakçılıq payı da yüksəkdir. Burada müxalifətin iştirak etməməsinin də təbii ki, təsirləri oldu. Onların da ən azı bir 25-30% ümumilikdə götürəndə səs potensialı var Gürcüstanda. Onların seçiciləri boykota əgər qulaq asıblarsa, seçkiyə getməyiblərsə, orada seçki fəallığına onların gəlməməsi də ciddi mənfi təsir göstərir. Natiq bəy, bu etirazların ciddi nəticə doğurmayacağını deyirsiniz. Hətta mən daha tez yatacağım. Yəni, parlament seçkilərindən sonra olan etirazlar bir neçə ay hətta çəkdi, 2 aya yaxın çəkdi. Bu bir neçə günə məncə yekunlaşacaq. Yəni, ən çətin dönəmi geridə qoymuş olur. Parlament seçkiləri, indi bələdiyyə seçkiləri. Bundan sonra artıq Gürcüstan tamamən, yəni sabit mənasında nəzərdə tutmuram, amma hər hansı bir müdaxilə ilə nəticələyəcək bir ciddi bir siyasi prosesə artıq daxil olmayacaq. Məncə yox, çünki seçki prosesləri artıq arxada qaldı. Prezident seçkiləri də bilirsiniz, artıq parlament tərəfindən olur, artıq keçirilməyəcək. Ona görə də düşünürəm, gələn seçkilərə də hələ bir 4 il var. Yəni bu növbəti 4 ildə, üzümüzdə gələn 4 ildə ciddi daxili provokasiyalar olmasa, hansısa bir hadisələr baş verməsə, Gürcüstanın oturuşmuş hökuməti, bugünə qədər oturuşmuş hökuməti, amma onlar da dəyişir də. Bax, bu da çox vacib məsələdir. Hökumətin tərkibi də dəyişir. Məsələn, 12-ci ildən bəri biz götürsək, Gürcü Arzusunun hakimiyyəti tək başında olduğu dövrü götürsək, baş nazirlərin ən azı 4-5 dəfə dəyişdiyini görmüşük. Yəni orada da hökumət yenilənir, gənc kadrlar gəlir. Əslində bəli, o da insanların gözləntilərinə cavab verir. İnsanlar da yenilik istəyirlər. Məsələn, bu seçkilərdə bələdiyyələrlə bağlı qanun layihələri keçdi. Parlament seçkilərində udulmasının səbəblərindən biri nə oldu? Kiçik və orta sahibkarlara çox böyük vergi güzəştləri tətbiq elədilər və onların vergi borcları silindi, onların banklara olan faiz borcları silindi. Yəni dövlət seçki zamanı, hökumətlər seçki zamanı vədlər verir və vətəndaşlara o vədlərə görə gəlib səs verirlər. Yenə təkrarım, əhalinin kiçik bir hissəsi, bəlkə 20%, bəlkə 30%, bilmirəm, amma böyük əksəriyyət geosiyasətlə maraqlanmır. Onlar sosial, iqtisadi məsələlərlə maraqlılar və burada da Gürcüstan arzusunun kifayət qədər uğurları var. Aydın. Nə də ki, Ermənistan deyir ki, deyək orada hakimiyyəti dəyişmək istəsəz, sui-qəsd təşkil edilsin, belə bir məsələlər olsun. Ona görə yəni hakimiyyət ancaq siz dediyiniz kimi daxildən güclənərək bu cür demokratik şəkildə seçkilərlə olur. Əgər küçədən hakimiyyətə gəlməyi müxalifət başlarına qoyublarsa, ağıllarına bunu yerləşdiriblərsə, o zaman bunun da yolu elitanın daxilində hansısa özünə tərəfdaş tapmaqdır. Hökumət qopmalar olmalıdır, hakimiyyət daxili qruplarda bir fikir ayrılıqları olmalıdır, orduda, polisdə fikir ayrılığı olmalıdır, xüsusi xidmət orqanlarında fikir ayrılığı olmalıdır. Bunların heç biri yoxdur. Saakashvilinin dönəmində var idi, 2003-də o Qızılgül inqilabı zamanı var idi bu. Çünki ordunun içində də Saakashvilinin tərəfdarları var idi, çünki ədliyyə naziri olmuşdu, Tiflis meri olmuşdu, iqtisadi komandada da var idi, polisin içində də var idi. Yəni, buralar, indiki müxalifət düşünürsə ki, küçə ilə, bax bu formada, bələdiyyə seçkiləri vasitəsilə küçədən hakimiyyətə gələcək, kökündən yanılır. Hə, etirazların olmasını göstərəcəklər ki, insanlar hökuməti bəyənmir. Burada bilirsiniz, o stəkanın dolu və boş məsələsi var da. Parlament seçkilərində də biz gördük də 56%-ə yaxın Gürcü Arzusu səs qazanmışdı. Yerdə qalan müxtəlif partiyalar arasında bölünmüşdü. Təbii ki, 44% hökumətin əleyhdarı varsa bir ölkədə etiraza da çıxmalıdırlar. 5 mində, 10 mində, 100 mində etiraza çıxmalıdırlar. Amma əgər etirazda küçədə insanların sayına görə legitimlik axtarışına çıxsalarsa, Gürcü Arzusu 1 milyon insanla miting eləyəcək. Onda nə olacaq? Əgər legitimliyi küçədə axtarırsınızsa, Gürcü Arzusu da bir dəfə eləyib belə bir yürüyüş keçirtdi Tiflisdə. Belə bir elan eləyəcək və 1 milyon insan küçəyə çıxacaq. O zaman nə olacaq? Yəni, demokratik institutları olan ölkələrdə küçədən hakimiyyətə gəlmək, küçədən hakimiyyəti sarsıtmaq fikirləri arxa planda olmalıdır. Küçə, etiraz vacib konstitusion haqqdır bütün ölkələrdə və seçkilərdən əvvəl də, sonra da istifadə oluna bilər vətəndaşlar tərəfindən hakimiyyətlərə, hökumətlərə baskı yaratmaq üçün. Amma konkret məsələlərdə, məsələn, müxalifət sabah bir yürüyüş təşkil eləsək ki, məsələn, orta aylıq əmək haqqı, minimum əmək haqqı artsın, təqaüdlər artsın Gürcüstanda, bununla bağlı etirazlar, bəlkə də bundan da daha çox insanlar etiraza qalxacaq. Amma siz etirazçılara bəri başdan bir aydan çox da anonslar gedirdi ki, bugün etiraz olacaq da. Əsas şüar nə idi? Biz Avropalıyıq.
Zaten Gürcüstan Avropalıdır. Yəni Gürcüstanlılar özlərini Avropalı sayır. Gürcüstan hökumətinin üzvləri ingilis dillidirlər hamısı. Onlar bəyəm Avropada təhsil almayıblarmı, Amerikada təhsil almayıblarmı? Yəni bu şüarla biz Avropalıyıq, Avropa istəyirik şüarı ilə insanları konsolidasiya etmək demək olar ki, mümkün deyil. Və də uğurlu deyil. Yeri gəlmişkən artıq hakim partiyanın Tbilisi merliyinə namizəd olan Qaxaqaladidə bələdiyyə seçkilərində 77,4% səs toplayıb, hətta təbrik də ediblər. Elə canlı görüntülərdə açıqlamaların bir qismi də bu yöndə idi.